Elhamdülillahi Rabbil alemin, ilahil evvelin vel ahirin, ve salatu ve selamu ala eşrafil enbiyayı vel murselin, nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli ve zidni ilmen emma ba'd. Fesselamu aleykum ve rahmetullahi ve berekatuhu. Aziz Müslümanlar, Allah Azze ve Celle nasip ederse Resulullah sallallahu aleyhi ve sellemin sünnetinden bir hadis-i şerifi sizlere okuyacağım. Bu hadis-i şerif burada zikrettiğimiz 3 rivayet ile birlikte Bâbu zikri fis sabâhi vel mesâi ve inden nevm. Sabah, akşam ve yatarken zikretmiş babı burada zikrolunmuştur. Bu hadis-i şerifi ve diğer hadisleri Muheymin isimli kitabımızın zikir ve dua kitabında tapabilirsiniz. Ben burada size bir növ bu işi asanlaştırarak sizlerin gündelik hayatınızda istifade etmeniz, tətbiq etmeniz ve bundan yararlanmağınız için okuyacağım. İlk verdiğimiz rivayet İmam Ahmed İbni Muhammed Eşşeybani rahmetullahi aleyhin müsnedinde rivayet etmiş olduğu 4785 numaralı hadis-i şeriftir. Buyurur ki İmam Ahmed حدثنا وكيع حدثنا عبادة بن مسلم الفزاري حدثني جبير بن أبي سليمان بن جبير بن مطعم سمعت عبد الله بن عمر يقول لم يكن رسول الله صلى الله عليه وسلم يدع هؤلاء الدعوات حين يصبح وحين يمسي اللهم إني أسألك العافية في الدنيا والآخرة اللهم إني أسألك العفو والعافية في ديني ودنياي وأهلي ومالي اللهم استر عوراتي وآمن روعاتي اللهم احفظني من بين يدي ومن خلفي وعن يميني وعن شمالي ومن فوقي وأعوذ بعظمتك أن أغتال من تحتي قال يعني الخصف. وفي رواية حدثنا أبو نعيم حدثنا عبادة بن مسلم قال حدثني جبير بن أبي سليمان بن جبير بن مطعم أنه كان جالسا مع ابن عمر وقال سمعت رسول الله صلى الله عليه وسلم يقول في دعائه حين يمسي وحين يصبح لم يدعه حتى فارق الدنيا وحتى مات اللهم إني أسألك العافية في الدنيا والآخرة اللهم إني أسألك العفو والعافية في ديني ودنياي وأهلي ومالي اللهم استر عورتي وآمن روعتي اللهم احفظني من بين يدي ومن خلفي وعن يميني وعن شمالي ومن فوقي وأعوذ بعظمتك أن أغتال من تحتي قال جبير وهو الخصف قال عبادة فلا أدري قول النبي صلى الله عليه وسلم أو قول جبير. وفي رواية حدثنا محمد بن سلام قال حدثنا وكيع عن عبادة بن مسلم الفزاري قال حدثني جبير بن أبي سليمان بن جبير بن مطعم قال سمعت ابن عمر يقول لم يكن رسول الله صلى الله عليه وسلم يدع هؤلاء الكلمات إذا أصبح وإذا أمسى اللهم إني أسألك العافية في الدنيا والآخرة اللهم إني أسألك العفو والعافية في ديني ودنياي وأهلي ومالي اللهم استر عوراتي وآمن روعاتي اللهم احفظني من بين يدي ومن خلفي وعن يميني وعن شمالي ومن فوقي وأعوذ بعظمتك أن أغتال من تحتي. Bu hadis-i şerifin Arapça metnini okumağımın esas sebeplerinden biri, yani bizi dinleyen Arap dilli kardeşlerimiz de var. Bunlar için de fayda olsun. 2 ayrı video paylaşmak yerine bir video paylaşmakla bunu hem de onların dikkatine, nəzərinə təqdim edirik. Və eyni zamanda da istəyən qardaş və bacılarımız da bunların Ərəbcə mətnini dinləmiş, eşitmiş olsun deyə bunu zikr edirik. Və zikr etdiyimiz hədis-i şəriflərin isnadlarını tərcümə etməyimiz və isnadlarını oxumağımız da hədis-i şəriflərin isnad və mətnindən ibarət olduğunu, isnadsız hədisin başsız bədən kimi olduğunu bildiyimiz üçün və eyni şəkildə müsəlman qardaş və bacılarımız
bu hədisləri bizlərə çatdıran ravələrin adlarını tanısınlar, bilsinlər, eşitsinlər, xəbərləri olsun deyədir və bu işin haqqını tam şəkildə verməyimiz üçündür. Bilməliyik ki, bizim üçün dinimiz Quran və sünnətdir və sünnət də isnad və mətnindən ibarətdir, hədis-i şəriflər. Bizim bunu tam şəkildə almağımız, qəbul etməyimiz bizim üçün ən doğru olanıdır. Hədis-i şərifin ərəbcəsini oxuyarkən orada zikr olunan mətni, Resulullah sallallahu aleyhi və səlləmin zikrini, duasını orada zikr etdik. Burada inşallah Allahın izniyle her üç rivayetin Azərbaycan diline tərcüməsini inşallah, yani orada edilən duanın tərcüməsini oxuyacağıq. Dediğimiz kimi ilk okuduğumuz rivayet İmam Ahmed'in Müsnedinden 4785, ikincisi Abd ibn Hümeyd'in Müsnedinden 837 ve üçüncüsü de İmam Bukhari'nin Edeb-el Mufrad'da rivayet ettiği 1200 numaralı hadis-i şerif idi. İmam Ahmed'in rivayetinde Abdullah ibn Ömer deyir ki, Resulullah sallallahu aleyhi ve sellem sabahlayanda ve akşamlayanda bu duaları yani etməyi əsla tərk etməzdi. Və inşallah bunların hər üçünün tərcüməsini sizlər üçün oxuyacağam. Abd ibn Hümeyd rahmetullahi aleyhin rivayətində isə deyir ki, Resulullah sallallahu aleyhi ve sellem'i akşamlayanda ve sabahlayanda duasında belə dediğini eşittim. Dünyadan ayrılana ve ölene kadar onu asla terk etmedi. Ve İmam Bukhari rivayətində də gəlir ki, Resulullah sallallahu aleyhi ve sellem sabahlayanda ve akşamlayanda bu kelimeleri asla terk etmezdi. Ve burada deyilən duanın sırasıyla tərcüməsi budur ki, Allahumma, həqiqətən də mən dünyada və ahirətdə səndən afiyət, yəni salamatlıq diləyirəm. Allahumma, həqiqətən də mən dinim, dünyam, ailəm və malım üçün səndən bağışlanma diləyirəm və afiyət diləyirəm. Allahumma, eyiblərimi ört və qorxduqlarımdan məni əmin-amanlıqda et. Allahumma, məni önümdən, arxamdan, sağımdan, solumdan və üstümdən qoru və altımdan yerə batırılmağımdan da sənin əzəmətinə sığınıram. Cübeyr və Vaki dedi ki, xasf bu, yəni xasf, yerə batırılmaq. Yəni, burada deyilən şey, uxtələ min təhti anlamı budur. Abd ibn Hümeydin rivayətində gələn duanın tərcüməsi Allahumma, həqiqətən də mən dünyada və axirətdə səndən afiyət diləyirəm. Allahumma, həqiqətən də mən dinim, dünyam, ailəm və malım üçün səndən əfv və afiyət diləyirəm. Allahumma, eyiblərimi ört və qorxduqlarımdan məni əmin-amanlıqda et. Allahumma, məni önümdən, arxamdan, sağımdan, solumdan və üstümdən qoru və altımdan yerə batırılmağımdan da sənin əzəmətinə sığınıram. Cübeyr dedi ki, o xasfdır, yəni yerə batırılmaqdır. Ubada dedi ki, bilmədən bu söz Nəbinin sözüdür, yoxsa Cübeyrin sözüdür. Bəllidir ki, bu Cübeyrin hədis şərtdəki o uxtələ min təhti, yəni o ibarənin yəni şərhi babından, açıqlaması babından dediyi bir sözdür. İmam Bukhari rivayətində gələn duanın da tərcüməsi Allahumma, həqiqətən də mən dünyada və axirətdə səndən afiyət diləyirəm. Allahumma, həqiqətən də mən dinim, dünyam, ailəm və malım üçün səndən əfv və afiyət diləyirəm. Allahumma, eyiblərimi ört və qorxduqlarımdan məni əmin-amanlıqda et. Allahumma, məni önümdən, arxamdan, sağımdan, solumdan və üstümdən qoru və altından yerə batırılmağımdan da sənin əzəmətinə sığınıram. Və burada bir şey demək gərəklidir ki, Resulullah sallallahu aleyhi ve selleme cevami'ül kelim, yani bizim dilə hərfən tərcümə edəndə toplayıcı, cəmləyici kəlmələr verilmişdi. Yəni az sözlə çox mənalar demək, çox hikmətlər çatdırmaq elmi verilmişdi sallallahu aleyhi ve selleme. Və burada baxın nələr diləyir Rəbbindən. Mən dünyada və axirətdə səndən afiyət diləyirəm. Afiyət elə bir şeydir ki, yəni Allah Subhanahu taala onu kimə nəsib edirsə, o artıq çox şeydən qorunmuş olur. Zərərli şeylərdən uzaq durmuş olur. Uzaqlaşdırılmış olur. Allahumma, həqiqətən də mən dinim, dünyam, ailəm və malım üçün səndən əfv və afiyət diləyirəm. Yəni insanın dinində, dünya həyatında, ailəsində və malında etdiyi günahlara görə bağışlanma diləməsi və həmçinin də dininin, dünyasının, ailəsinin və malının qorunması bu hədis şərtdəki zikirdə, duada öz əksini tapır. Və Resulullah sallallahu aleyhi ve sellem davam edərək buyurur ki, Allahumma, eyiblərimi ört,
Qorxduqlarımdan da məni əmin-amanlıqda qıl. Allahümmə məni önümdən, arxamdan, sağımdan, solumdan, üstümdən qoru və altından yerə batırılmağımdan və sənin əzəmətinə sığınıram. Təbiri caizsə, necə deyək, yəni artıq bundan sonra, bu sözlərdən sonra söz yoxdur. Və düşünün ki, Rasulullah sallallahu aleyhi və səlləm bu duanı əsla tərk etməmişdir. Sabah və axşam bu duanı etmişdir. Gəlin biz də öz gündəlik həyatımızda bunu tətbiq edək, bu duanı edək Rəbbimizə ki, bəlkə o dualarımızın birini Allah subhanahu wa ta'ala bizdən qəbul edər və bunun sayəsində də biz dünya və axirətin qorxularından qurtulmuş olarıq, qorunmuş olarıq. Allah nəsib edərsə, bu hədis-i şərifi həm ərəbcə mətnini, həm də tərcüməsini, həm də buradakı duanın transkripsiyasını sizə yazılı şəkildə Telegram kanalımızda çatdıracağıq. İnşallah ki, eşidib, əməl edən və bundan faydalanan və faydalanan olarıq. Və axiru da'vanən elhamdülillahi rabbil aləmin.